Mən şəxsən ona suallarım çoxdur. Faiqin nə günahı var idi? Sən o faiqi aşsüzən kimi deşik-deşik elədin. Elətdirdin, özün əmrin verdin. Xəqaninin nə günahı vardı, onun başını kəstirdin. Və oradakı o oğlanların nə günahı vardı, sən onu güllələtdirdin, başını kəstirdin, astırdın, yandırtdırdın. Nə? Bu da Bala Sanyanın göstərişi idi, əmri idi. Və bir gün belə bir otaq idi, məni qoydular stolun başına. Mən bunu həmişə danışmışam da, əllərimi də belə qoymuşam. Xocalının o silah atan uşaqlarını hamısını doldurdular o otağa. Qızım, onları mənim gözümün qabağında elə döydülər. Mən üzümü tuturam belə, ağlayıram. Buradan dubinkanı salır Karo. Karo da əskəran yanğın söndürmə idarəsinin rəisi idi. Dubinka ilə əlimi sar, əlimi üstə dubinka ilə vurur ki, bax. Boynumun dalına dubinka ilə vurur, kürəyimə dubinka ilə vurur ki, bax. Ağlayıram, o güllələnən uşaqları. Deyirəm, vurmayın, vurmayın, deyirəm. Karo məni döyür. Vurmayın, deyirəm, Karo məni döyür, vurur. Nəysə, bax, o, necə deyim, o işgəncə idi mənim üçün. Onlar üçün, oğlanlar üçün ölümüydü. Mənim üçün ölümdən də betər idi, işgəncədən də betər idi. Çünki mənim gözümlə də mənə işgəncə verirdilər, baxışımla da. Mən o qədər əziyyət çəkmişəm orada. Patinkası ağzıma girib, mənə torpaq yedizdirib, torpaq bura qədər boğulub məni. Mən neçə saat özümə gələ bilməmişəm. Qadınların namusuna toxunublar deyilənə görə. Mən heç vaxt ondan danışmamışam, danışa bilmirəm. Bizim milli mentalitetimiz var, mən Azərbaycan qadınıyam. Üzr istəyirəm. Mənim yoldaşım həmişə mənə bir söz deyərdi ki, deyərdi, Azərbaycan qadınının üzündə görünməyən bir örpəyi var. Bir yaşmağı var. Biz o yaşmağı açmayaq. Olub, olan olub. Amma biz o yaşmağı, o örpəyi üzümüzdən açmayaq. Bizim milli mentalitetimiz var. Bugün mən Xocalıya qayıdacağım. Mən onkoloji xəstəyəm. Bugün mən Xocalıya qayıdacağım. Amma orada heç kimi görməyəcəm. Bugün mən Xocalıya qayıdacağım, o ətini torpağı qoxlayacağım. Amma mən orada əzizlərimi görməyəcəm.